Salam dəyərli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün Dövlət İmtahan Mərkəzi 9-cu siniflər üçün buraxılış imtahanı keçirdi. İlk zonanın imtahanları bugün keçirilib. İndi isə onun suallarının izahına baxacağıq. İlk videomuzda dil qaydalarının sualların izahını verəcəyik. Növbəti videolarımızda inşallah mətnlərin ardıcıl şəkildə izahı kanalımızda yerləşdiriləcək. Dəstək olmaq üçün abunə olmağı və videolarımızı dostlarınızla paylaşmağı unutmayın. Gəlin başlayaq. Deməli uşaqlar, 27-ci sualdan etibarən Azərbaycan dili başlayır. Deyir ki, bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Köməkçi nitq hissələrinə aid olan bir sualımızdır. Eləmi? A variantına baxanda biz əlbəttənin modal söz olduğunu bilirik. Eləmi? Ona görə məsələn A-nı birbaşa silmiş oluruq. Gah da ki, bölüşdürmə bağlayıcısıdır. Səndən ötürü isə qoşmadır. Ona görə B də gedir. Bəs sən bunu etməzdin. Sual ədatı, eləmi? Daha, lap, çox, daha, bu da ədat oldu. Hər ikisi ədat olduğu üçün getdi. O cümlədən kaş. Demək, kaş nədir? Arzu ədatıdır. O cümlədən də bağlayıcıdır. Cavabımız olacaq E variantı. Məgər, məhz, məgər də sual ədatıdır. Məhz də elə əsl məhz nədir? Ədatdır. Həmcins mübtədalı cümləni müəyyənləşdirin. Daşlı kəsəkli səhrada. Hansı səhrada? Daşlı kəsəkli. Həmcins təyinlərdir, eləmi? Nə yatır, nə dincəlidir? Kim o? Eyni mübtədaya bağlıdır. Bu da həmcins xəbərlidir. Böyük də kiçik də meydana axışırdı. Axışırdı kim? Böyük, kim? Kiçik. Sifətlə ifadə olunmuş həmcins mübtədalardır. Cavabımız olur C variantı. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Nəyi? Zəngin vurulduğunu, nəyi? Müəllimin gəldiyini. Bu da həmcins tamamlıqlardır. Səhər açılmaz bağçanı və həyəti. Haranı? Bağçanı və həyəti. Burada da həmcins tamamlıqların var. Cavabımız olur C variantı. Nümunələr əsasında uyğunluğu müəyyən edin deyir. Mən gələndə yağış yağırdı. Mən gələndə mağazadan kitab aldım. Deyir ki, zərfliyin mənaca iki növü işlənib, mübtəda isimlə ifadə olunur. Yəni, sintaktik təhlillə bağlı bir sualdır, elə deyil. Gəlin, ilk olaraq bu cümləni neyiniyik? Sintaktik təhlili. Yağırdı. Nə? Yağış. Mübtəda. Nə zaman? Mən gələndə. Bu, belə. Mən gələndə mağazadan kitab aldım. Aldım. Kim? Mən. Nəyi aldım? Kitabı. Tamamlıqdır. Hardan aldım? Mağazadan. Nə zaman aldım? Gələndə. Artıq burada gələndə sözü mənə aid deyil. Bir-birindən müstəqildir. Elə deyil. Mən aldım. Alan kimə? Mən. Mübtədadır mən. Yəni birlikdə mən gələndə sualına cavab vermirsən. Sadəcə deyir ki, mən gələndə aldım. Nə zaman aldım? Gələndə. Eləmi? Zərfliyin mənaca iki növü işlənən cümləmiz hansıdır? Gələndə nə zaman? Eləmi? Mağazadan hardan? Bu ikiyə aid oldu. A. Mübtəda isimlə ifadə olunması, demək ikincidə mübtəda nə ilə ifadə olunub? Əvəzliklə ifadə olunub. Kim? Mən. İsim deyil ki. Yəni mübtədanın isimlə ifadə olunması yoxdur. B-ni sildik. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Bu birinci cümləmizə aid oldu. Eləmi? 1-ə C olacaq. 2-yə də A olacaq. Sonra deyir ki, əmr cümləsidir. Əmr cümləsi. Yağırdı. Xəbər şəklində olduğu üçün bu nəqli cümlədir. Eləmi? Aldım. Bu da nəqli cümlədir. Sonra ilk söz cümlədə kim sualına cavab verir. İlk sözümüz kimdir? İkinci cümlə aiddir. Eləmi? İlk söz cümlədə kim sualına cavab verir. Belə. Bir də öz üstünə. Birinci cümlədə mübtəda var idi axı. Yağış. Eləmi? Yağış da isimdir. Mən B-ni niyə sildim? Burada mübtəda olduğunu unutdum. Deməli, 1-ə B-C oldu, 2-yə A-Y oldu. Çünki baxın, deyir ki, mübtəda isimlə ifadə olunub. Burada mübtəda yağışdır axı. Elə deyil. Mən yağış sözünü görmədim bir anlıq. Deməli, 1-ə B-C oldu, 2-yə də A-Y oldu. Cavabımız oldu D variantı. Fiili bağlama hərəkətin tərzini bildirir, hərəkətin zamanını bildirir. Düşmən qorxub geri çəkildi. Burada nədir? Qorxub. Eləmi? Sonra
Əsmər xala pəncərəyə yaxınlaşanda. Burada yaxınlaşandadır. Uşaq ayağını yerə dirəyib, ayaq üstə durmaq istədi, yerə dirəyib. Nə tərzdə? Demək, ana içəriyə keçər, keçməz. Buradadır. Eləmi? Demək, o əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Nə tərzdə? Əllərini qoynuna qoyub. Demək, yaxınlaşanda və keçər, keçməz. B-dən D nədir? Zaman. Elə deyil. Fe'l bağlama hərəkətin zamanını bildirir. 2-yə aid oldu. B-dən D. Bu qorxu səbəb bildirir. Niyə geri çəkildi? Ona görə heç birisinə aid olmur. Uşaq ayağını yerə dirəyib ayaq üstə durmaq istədi. Nə tərzdə ayaq üstə durmaq istədi? Ayağını yerə dirəyərək. Tamam mı? Bu C buna aid olur. Burada da əllərini qoynuna qoyub nə tərzdə dayanmışdı? Əllərini qoynuna qoyub. 1-ə C, Y. 1-ə C, Y olacaq, 2-yə B, D olacaq. Bir balaca boyu var, dam dolusu toyu var. Nə deyir? Bu cümlədə hansı bağlayıcı işlənə bilər deyir. Bir balaca boyu var, dam dolusu toy var. Lakin mənalar burada neyir? Qarşılaşdırılır. Lakin də yoxdur, amma da sinonimdə deyil. Amma ancaq lakin qarşılaşdırma bağlayıcısıdır. Üçündən birini qoya bilirsən. Yəni çünki burada fikirlər dediyim kimi qarşılaşdırılır. Düzəltmə sözləri müəyyən edin. Diləməkdən dilək. Düzəltmədir. Kələk sadədir. Oyaqsa dayamaqdan dayaq. Düzəltmədir. Nəmi? Bəzəməkdən bəzək də düzəltmədir. Nə oldu? 1, 4, 6 cavabımız oldu B variantı. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifətlər işlənib deyir. Möhkəm zəncirlər, möhkəm, bu adidir. Qaramtıl, bu azaltmadır. Eləmi? Dəmirə bərkidilmişdir. Burada çoxaltma yoxdur. Qablar tərtəmiz, bu çoxaltmadır. Ağ süfrəyə düzülmüşdür. Ağ da adidir. Süfrəyə düzülmüşdür. Başqa yoxdur. Ağ saat adi. Sarımtıl azaltma. Yəni tünd qırmızı da çoxaltma dərəcəli. Çox rahat bir sualdır gördüyünüz kimi və cavabını da çox rahat bir şəkildə veriblər. Səni çaşdıran o dərəcələrdə keçdiyimiz o çaşdırılan şeylər yoxdur. Sonra hansı sözdə nöqtələrin yerinə q hərfi yazılır? Qonağa olanda bilirsiniz ki, burada qonağa olmur. Saitlə başladığı üçün, eləmi? Q samiti yazılışlara nəyə çevrilir? Q-ya, qonağa olur. Q hərfi yazılmalıdır. Yarpağı, burada da Q-dır, eləmi? Buruğun, burada da Q-dır. Dağlar olası deyil, dağlardır. Qışlaq da olur. Cavabımız B variantı. Bu da çox rahat idi. Qeyri-müəyyən şəxsi cümlə. Baxaq, deyəsən tip məntəqəsində işləyir kim? O, bu müəyyən şəxsi cümlədir. Onu nahaq yerə gözdən salıblar. Eləmi? Kim? Onlar. Onu olur. Yazılmayan kitabı vərəqləməzlər. Bu ümumi şəxsi cümlədir. Məna ümumi hər kəsə aiddir. Getdi. Rüstəmin ona acığı tutmuşdu. Bu həm şeydir, şəxsi cümlədir. Eləmi? Qızılqayadan ötəndə günorta idi. Nə zaman? Bu da şəxsi cümlə. Cavabımız B variantı olur. Onu nahaq yerə gözdən salıblar. Kim? Onlar. Yəni bilir ki, qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində olur, eləmi? Burada iki cümlə var. Üçüncü şəxsin cəmində olan salıblar vərəqləməzlər. Amma yazılmayan kitabı vərəqləməzlər görəndə bilirsiniz ki, bu aforizmdir və mənası ümumi hər kəsə aiddir. Hikmətli söz olduğu üçün də. Sonra hansı cümlədə mübtəda fe'l sifət tərkibi ilə ifadə olunub? Gəlin baxaq. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim əmimdir. Kim? Bu rəsmləri çəkən. Fe'l sifət tərkibi ilə ifadə olunub. Danışanlar bu məsələdə ancaq cavadı günahkar bilirlər. Kim? Danışanlar. Burada fe'l sifətin özü ilə ifadə olunub. Tərkibi ilə yox, təkdir. Eləmi? Gələnləri qarşılamaq, onları yerbəyer etmək uzun çək. Nə? Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Burada məsdər tərkibi ilə ifadə olundu. Bu söhbəti yığayanları, burada fe'l sifət tamamlıqla ifadə olunub. Yaylağa qalxanda nə zaman? Bu dar cığırlardan keçib gedirlər. Burada ümumiyyətlə fe'l sifət yoxdur. Qalxanda nədir? Fe'li bağlama tərkibidir və zərflik vəzifəsindədir. Yəni cavabımız nə oldu? Burada da A variantı.
Belə uşaqlar, yəni gözlədiyimiz kimi çox da çətin olmayan suallardan təşkil olunmuşdu. Dil qaydalarını deyirəm. İndi isə növbəti izahlarımızda mətnlərin izahına baxacağıq. Sağ olun, növbəti izahda görüşərik.